Здравствуйте, добрый день, дорогие зрители! Добро пожаловать на наш канал Уроки русского языка. Сегодня мы будем с вами разбирать из 11 класса, из 5 раздела, урок 5. Великие сказочники. Наш текст называется «Девочка со спичками». Давайте сначала прочитаем на русском языке, затем, как всегда, будем объяснять и сделаем общий перевод на азербайджанский. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz Rus dili kanalıma. Bugün sizinlə 11-ci sinifin 5-ci bölməsindən 5-ci dərsini izahını eləyirik və bizim demək mətnimizin adı Kibritlə qız. Belə bir mətnimiz var. İlk öncə həmişəki kimi oxuyaq Rus dilində, sonra tərcümə eləyək. Gəlin başlayaq. Как холодно было в этот вечер, а вечер был последний в году, канун Нового года. Шел снег. В это холодное и темное время по улицам шла маленькая нищая девочка с непокрытой головой и босая. Правда, из дома она вышла обутая. Туфли эти прежде носила ее мать. Вот какие они были большие. Девочка потеряла их сегодня, когда бросилась бежать через дорогу, испугавшись двух быстро ехавших карет. Вот девочка и шла теперь босиком, и ножки ее покраснели и посинели от холода. В кармане ее старенького передника лежало несколько пачек спичек, и одну пачку она держала в руке. За весь этот день она не продала ни одной спички, и ей не подали ни гроша. Она шла голодная и замерзшая, и так измучилась, бедняжка. Снежинки садились на ее длинные белокурые локоны, красиво рассыпавшиеся по плечам. Изо всех окон лился свет. На улице вкусно пахло жареным гусем, ведь был канун Нового года. Вот о чем она думала. Наконец девочка нашла уголок за выступом дома. Тут она села, поджав под себя ножки. Но ей стало еще холоднее, а вернуться домой она не смела. Ей ведь не удалось продать ни одной спички. Она не заработала ни гроша. Она знала, что за это отец накажет ее. Но и дома, думала она, тоже холодно. Они живут на чердаке, где гуляет ветер. Ручонки ее совсем закоченели. Ах, как бы их согрел огонек маленькой спички. Если бы только она посмела вытащить спичку, зажечь ее и погреть пальцы. Девочка робко вытянула одну спичку и чирк. Как спичка вспыхнула, как ярко она загорелась. Девочка прикрыла ее рукой, и спичка стала гореть ровным светлым пламенем, и точно крохотная свечка. Девочке показалось, будто она сидит перед большой железной печью. Каким теплым от нее веет. Но что это? Девочка протянула ноги к огню, чтобы погреть их, и вдруг пламя погасло, печка исчезла, а в руке у девочки осталась обгорелая спичка. Она чиркнула еще одной спичкой, спичка загорелась, засветилась. Девочка увидела перед собой комнату, а в ней стол. На столе, распространяя чудесный аромат, стояло блюдо с жареным гусем, с черносливом и яблоками. И всего чудеснее было то, что гусь вдруг спрыгнул со стола и направился прямо к бедной девочке. Но спичка погасла, и перед бедняжкой снова встала холодная сырая стена. Девочка зажгла еще одну спичку. Теперь она сидела перед роскошной новогодней елкой. Тысячи свечей горели на ее зеленых ветках, а разноцветные картинки смотрели на девочку. Малютка протянула к ним руки, но спичка погасла. Огоньки стали уходить все выше, и вскоре превратились в ясные звездочки. Девочка снова чиркнула о стену спичкой, и когда ей все вокруг осветилось, она увидела в этом сиянии свою недавно умершую бабушку, такую добрую и ласковую. «Бабушка!» — воскликнула девочка. «Возьми меня к себе. Я знаю, что ты уйдешь, когда погаснет спичка. Исчезнешь, как теплая печка, как вкусный жареный гусь у чудесная большая елка». И она торопливо зажгла все спички, оставшиеся в пачке. Вот как ей хотелось удержать бабушку. И спички вспыхнули так ослепительно, что стало светлее, чем днем. Бабушка при жизни никогда не была такой красивой. Она взяла девочку на руки, и обе поднялись высоко-высоко, туда, где нет ни голода, ни холода, ни страха.
Морозным утром за выступом дома нашли девочку со спичками. Она сожгла почти целую пачку. На щечках ее играл румянец, на губах улыбка, но она была мертва. Она замерзла в последний вечер старого года. Девочка хотела погреться, говорили люди, и никто не знал, какие чудеса она видела, среди какой красоты они вместе с бабушкой встретили новогоднее счастье. Андерсон. Словарь. Канун. День перед праздником. Босой, без обуви. Обутый, одетый в туфли. Передник, фартук. Ни гроша, ни копейки. Белокурый, светлорусый. Локон. Вьющаяся прядь волос. Крохотный, очень маленький. Zakıçinit, zamерзнуть. Təəssüf ki, bugün sizinle çok kederli bir hikayeni okuyuruq. Mən çox pis oldum, düzündeyim. İlk öncələr oxumamışam bu hikayəni. Anderson'dan əslində bir çox şeylər oxumuşuq. Uşaqlıqda, məktəb illərində çox tanınmış uşaq yazıcısıdır. Amma bu hikayəni oxumamışdım. Çox kədərlidim. Gəlin ümumi tərcümə eləyək. Demək, bu gecə çox soyuq idi. Bu gecə bu ildə axırıncı gecə idi. Çünki yeni il artıq gəlirdi. Qar yağırdı. Bu soyuq, qaranlıq vaxtda küçədə bir dənə balaca kasıb qız gedirdi. Başını örtməmişdi və ayağında heç nə yox idi. Yəni ayağı tapçıqasız və yaxud da ayaqqabısız mənasında. Doğrudan da o evdən çıxanda ayağında var idi ayaqqabı. Bu ayaqqabılarını əvvəllər onun anası giyinirdi. Bax, onlar necə böyük idilər. Qız da onları itirdi bugün. Haçan ki çalışırdı yolu qaçıb geçsin. 2 dənə tez gedən karetadan. Kareta da bilirsiniz nədir? O keçmişdə atla gedirdilər. At və arxasında yer oturmaq üçün. Bax, ona kareta deyirdilər. Və ondan qaçanda, 2 dənə tez gedən ondan qaçanda, yolu keçəndə onları itirmişdi. Bu qız İndi gedirdi ayaqlı yağın və ayaqları onun qızarmışdı, göyərmişdi soyuqdan. Cibində isə onun bu fartukunun cibində cəmi bir neçə dənə kibrit paçkası var idi və onlardan birini o əlində tutmuşdu. Bütün günü o bir dənə də kibrit paçkası sata bilməmişdi və ona bir dənə də qəpik verməmişdilər. O gedirdi, ac idi, buzdamışdı və elə yorulmuşdu ki, yazıq. Qar dənəcikləri onun saçına tökülürdü belə. Açıq rəngli saçlarına, uzun, gözəl onun demək çiyinlərindən belə otururdu onlara. Və bütün bu saçlarından elə ki sanki işıq gəlirdi. Və küçədə elə dadlı qızardılmış qazın dadı var idi. Axı yeni ilin ərəfəsi idi. O nədə? Bax, bu o haqda fikirləşirdi. Axırda qız bir dənə evin arxasında bir dənə yer tapdı və orada oturdu. Burada ona oturdu, ayaqlarını qoydu altına, amma biraz da soyuq oldu ona. Evəsə qayıtmağı o bacarmırdı. Axı o heç bir dənə də kibrit paçkası sata bilməyib, o heç bir şey qazana bilməyib bir qəpikdə. O bilirdi ki, buna görə atası ona cəzalandıracaq. Amma evdə də fikirləşirdi ki, yenə də soyuqdur. Axı onlar çardaqda yaşayırlar, hardakı külək belə əsir. Əlləri onun buzdamışdı. Yəni artıq belə tərpənmirdi. Zakıçinit, yəni buzdamaqdan tərpənmir əl. Bax elə. O necə onu bu balaca kibrit paçkaları, bu alov, bu od necə onu isidərdi. Axı birini o çıxardıb yandıra bilsəydi ki, barmaqları biraz isinsin. Qız belə qorxa-qorxa birini çıxartdı və çirk, yəni yandırdı. Və kibrit yandı. Necə işıldadı, parıldadı onun yanğını. Qız onun əllərini onun üstü ilə örtdü və kibrit başladı yanmağa. Yanmağa elə bir ki, balaca bir şam kimi idi. Qıza elə gəldi ki, o elə bir oturub bir dəmir peçin qabağında oturub. Necə isti idi onunla, necə isti gəlirdi. Amma bu nədir? Qız əlini uzatdı alova ki, əllərini isitsin və birdən alov söndü və peç yox oldu, getdi. Yəni gözün qabağına gələn peç yox oldu, getdi. Əlində isə onun qaldı yanan kibrit. O bir dənəsini də yandırdı. Spiçka kibritin. Kibrit yandı, yenə də işıqlandı. Qız indi isə gördü qabağında bir dənə otaq və burada stol, masa var idi. Masanın üstündə çox gözəl iy var idi. Və yemək var idi orada. Qızardırılmış qaz, demək
gavalı ilə, almalarla. Ən gözəli o idi ki, bu qaz birdən hoppandı masanın üstündə və düz bu qızın, yazıq qızın yanına gəldi. Amma birdən kibrit yenə söndü və bu yazıq qız yenə gördü qabağında soyuq və soyuq bir demək divarı gördü. Nərm divarı gördü. Qız yandırdı bir dənə də kibriti. İndi o oturmuşdu çox gözəl bir yeni il ağacın qabağında. 1000 dənə işıqlar onun üstündə, yaşıl budaqların üstündə yanırdı. Müxtəlif şəkillər var idi və qıza baxırdı. Bu balaca qız onlara əlini uzatdı, amma birdən kibrit yenə söndü. Alovlar yenə getdi, daha yuxarıya qalxmağa başladı və parıldayan ulduzlara çevrildi. Qız birini də yandırdı. Demək, divardan kibritin divara çəkdi, birini də yandırdı. Hər yer işıldadı, yəni hər yer parladı, işıqlandı. O gördü ki, bu işıldamada öz təzəlik ölən nənəsini gördü. Həmişə demək, xeyirxah, nəvazişli nənəsini. Nənə, o qışqırdı. Qız, məni özüvə götür. Mən bilirəm, sən indi gedəcəksən, nə vaxt ki kibrit sönəcək. Yox olacaqsan bu peç kimi, bu dadlı qaz kimi və bu böyük yolka ağacı kimi. Və o tez-tez başladı spiçkaları yandırmağa, kibritləri. Hansı ki paçkanın içində qalmışdı. Bax, o necə istəyirdi ki, elə nənəsini tutub saxlasın. Kibritlər yanırdı, belə gözəl, onlardan çox işıldayırdı. Hava sanki işıqlı olurdu, necə ki gün ortadan da daha işıqlı. Nənəsi həyatda heç belə də gözəl deyil idi. Qız götürdü əllərinə və o qızı götürdü əllərinə və ikisi də qalxdı yuxarı. Harda ki, nə soyuq var, nə acılıq var, nə qorxu var. Bu şaxtalı səhərdə bu evin qırağında bu qızı tapdılar kibritlə. O demək olar ki, bütün paçkanı yandırıb qutarmışdı. Onun üzündə hələ də qırmızı al yanaqlıq qalmışdı. Dodaqlarında demək gülüş qalmışdı, amma o ölü idi. O buzdamışdı. Bu köhnə ilin axırıncı gecəsində buzdamışdı. Qız isinmək istəyirdi, insanlar deyirdilər və heç kim bilmirdi ki, o necə gözəlliklər görürdü. Bu gözəlliklərin içində onlar nənəsi ilə yeni ili, yeni il xoşbəxtçiliyini qarşılayırdılar. Yeni baxaq lüğətimizə. Kanun bir bayramdan qabaq olan gecəyə deyirlər. Axşam gecəsi, bayram gecəsi deyirik. Basoy ayaqqabısız, ayaq yalın. Abuty əksinə ayaqlarına ayaqqabı giyinmiş. Pirednik fartuk, ni qraşa qəpik olmadan. Belakury, biraz açıq, biraz ruslarda olan rəngdə açıq saçlılara deyirlər. Belakury. Sonra lokon, bu saçların, misal üçün, lokonlarda eləyirləri belə tam buruq yox da belə bir saçın bir hissəsini misal üçün demək olar. Крохотный, çox balaca, закоченеть buzlamaqda. Теперь перейдем к заданию. Прочитайте, составьте вопросный план текста, запишите его. Burada sual yaratmaq, sual tərtib eləmək lazımdır və sualları yazmaq lazımdır. Heç burada cavab vermək demir, sadəcə sualları tərtib eləmək lazımdır və onları yazmaq lazımdır. Какой был день в этой сказке? Sonra, почему у девочки не было обуви? Что было у девочки в кармане? Так, где села девочка? Так, зажгла ли девочка свечки, то есть спички? Что она увидела в первый раз, когда зажгла свечки? Что она увидела во второй раз, когда зажгла свечку? Что она увидела в третий раз, когда зажгла свечки? Как закончилась сказка? Что вы поняли из этой сказки? Bax, belə tipli suallardan bir neçəsini siz əlavə edib yaza bilərsiniz. Задание второе. Выпишите выделенные в тексте слова, подберите к ним антонимы, учитывая значение в тексте. Холодное время, жаркое. Qara ilə yazılmış sözlərə biz antonim yazmalıyıq. Baxaq. Холодное, orada yazılıbmışdı artıq nümunədə, жаркое. Темное время, светлое время. Большие, маленькие. Быстро, медленно.
длинные, короткие. Крохотная, bu крохотная çox balaca deməkdir. Большая deyə bilərik. Так, старый, новый. Старого, нового. Старый, новый деярик. Так, следующее задание. Назовите профессии людей, выполнив задание по образцу. Люди, изучающие жизнь растений и животных, это биологи. Люди, которые изучают жизнь растений и животных, это биологи. Так, biz burada demək peşələri yazmalıyıq ki, bax burada nümunədə də veriblər. Görürsüz, birincisi изучающие, sonra которые изучают, belə də dəyişdiririk. Və yenə də yazırıq ki, bu peşə hansı peşədir. Və bizdə görürsünüz, burada aşağıda bizə sözləri də veriblər. Sadəcə cümləni iki formasında yazacağıq. Feil sifətlə adı feil kimi yazacağıq. Люди, изучающие математику, это математики. İndi də dəyişdiririk. Люди, которые изучают математику, это математики. Люди, исследующие законы физики, это физики. Bir də dəyişdiririk. Люди, которые исследуют законы физики, это физики. Люди, изучающие психологию человека, это психологи. İndi dəyişdiririk. Люди, которые изучают психологию человека, это психологи. Люди, интересующиеся жизнью на других, астрономы. Вот, это астрономы. Люди, которые интересуются жизнью на других планетах, это астрономы. Люди, работающие в сфере разведения, содержания и дрессировки собак, это кинологи. Люди, которые работают в сфере разведения, содержания и дрессировки собак, это кинологи. Люди, изучающие исторические события, это историки. Люди, которые изучают исторические события, это историки. Люди, занимающиеся языком и литературой, это филологи. Люди, которые занимаются языком и литературой, это филологи. Люди, охраняющие природу, это экологи. Вот, экологи. Люди, которые охраняют природу, это экологи. Люди, изучающие право, это юристы. Люди, которые изучают право, это юристы. Люди, охотящиеся на зверей, это звероловы. Ну, охотник-то демиyorlar hardasa. Люди, которые охотятся на зверей, это звероловы. Bax, beləcə nümunəyə uyğun edirsiniz. Прочитайте диалог, разыграйте его. Так, burada диалог okuyup диалог qurursunuz. Здравствуй, Нармин, откуда идешь? Привет, Васев, я была у дедушки. Мне нужны были книги для доклада, а у него прекрасная библиотека. На какую тему ты готовишь доклад? На тему «Великие сказочники». О ком ты хочешь написать в своем докладе? Я хочу написать о русских писателях-сказочниках. О ком, например? Об Александре Пушкине, Алексее Толстом, Корнее Чуковском и о других писателях. Интересно будет послушать твой доклад. Удачи тебе. Спасибо. Пока. Все. Deyir ki, salam Nərmin, hardan gəlirsən? Salam Vasif, mən babamgildə idim, mənə kitablar lazım idi doklad üçün, onunsa gözəl kitabxanası var. Hansı mövzuya hazırlayırsan dokladı? Mövzu çox möhtəşəm nağılçılara, yəni yaxşı, çox qəşəng nağıl yazanlardan söhbət gedir. Bəs sən kimin haqqında yazmaq istəyirsən öz dokladında? Mən rus yazıçılar, nağılçılar haqqında yazmaq istəyirəm. Misal üçün kim haqqında? Aleksandr Pushkin, Tolstoy, Çukovski və başqa yazıçılardan. Sənin dokladına qulaq asmaq maraqlı olacaq. Sənə uğurlar. Çox sağ ol. Bu bizim диалогumuz idi. Следующее задание, 5. Выберите из скобок нужный глагол, употребите его в форме прошедшего времени. Biz burada həm düzgün fiili seçməliyik, həm də onu keçmiş zamanda istifadə etməliyik. Так, туристы выехали из Moskvы rano utrом. Bunu götürürük, çünki bir dəfə olub bitmiş formasındadır və keçmiş deyirik. Выехали из Moskvы rano utrом. Участковый врач ходил на вызовы по утрам. Облик нашего города изменился за последние несколько лет. Мы долго решали эту logическую задачу. Gördünüz burada dolgo olacaq, никогда, часто. Onlarda hamısında davam edici formasını istifadə edəcəyik.
решали, ona göre götürülür этологическую задачу. Мой младший брат никогда не летал на самолете. В выходные дни наша семья часто выезжала за город. Я часто звонила другу, который живет в Генже. Прочитайте текст. Какова его основная мысль? Гвоздь. Bu mətni oxuyuruq, baxırıq əsas mənası nədir? Гвоздь mıxça deməkdir, mismar. Один купец хорошо поторговал на ярмарке и набил себе полную мошну золота и серебра. Собрался он домой возвращаться. Хотелось ему попасть домой до наступления ночи. Вот привязал он ремнями дорожную сумку с деньгами к седлу своего коня и поехал. К полудню отдыхал он в одном городке. Собрался было ехать дальше, а тут подводит ему работник коня и говорит: «Хозяин, а на задней-то левой ноге в подкове одного гвоздя не хватает». «Ну и пусть себе не хватает», — ответил купец. «За 6 часов, которые мне остается проехать, подкова, небось, не свалится. Я тороплюсь». После полудня, когда он слез с коня и снова решил накормить его, входит в комнату работник и говорит: «Хозяин, а у вашего коня на задней левой ноге нету подковы. Может, отвезти мне его к кузнецу?» «Ну и пускай себе нету», — ответил купец. «Ехать-то всего часа 2. Пожалуй, с конем ничего не случится, я тороплюсь». Поскакал он дальше, но вскоре начал конь прихрамывать. Похромал он, потом начал спотыкаться, затем упал и сломал себе ногу. Пришлось купцу коня бросить, отвязать дорожную сумку, взвалить ее на плечи и добираться домой пешком. И пришел он домой поздней ночью. А всей-то беды причиной, молвил он про себя, этот проклятый гвоздь. А ты спеши медленно. По братьям Гримм. Словарь. Мошна. Небольшой мешок для хранения денег. Небось. Вероятно. Может быть. Молвить. Сказать. Кузнеца. Мастерская кузнеца. Прихрамывать. Слегка хромать. Спотыкаться. Терять равновесие. Идти нетвердой походкой. Угу. Demək. Mismar, baxaq. Bir dənə alverçi yaxşı demək yarmarkada satmışdı və çoxlu demək olar ki, maşına da bu bir kisə kimidir də, belə deyək. Bir mişok, bir kisə qızıl yığmışdı, gümüş yığmışdı və o fikirləşirdi, yığışırdı ki, evə qayıtsın və istəyirdi o evə çatsın, gecə başlamamış, o vaxta qədər, gecəyə qədər gəlib çatsın evə. O, demək, öz sumkasını, yol sumkasını pullarla bağladı, kəmərlə öz atına və getdi. Günortaya çatdı bir dənə şəhərə istirahət üçün və hazırlaşırdı ki, davam getsin və ona bir dənə işçi gətirir onun atını və deyir ki, sahib, bəs arxada sol ayağında sizin atınızın nalının bir mismarı yoxdur, çatışmır. Qoy eybi yox, çatışmasın. Cavab verdi alverçi. 6 saatim qalıb getməyimə, demək, nal heç düşməz. Mən tələsirəm. Günortadan sonra o atından düşəndə ki, getsin və onu biraz yedizdirsin, yenə otağa işçi gəlir və deyir ki, ay sahib, bəs sizin demək, atınızın arxadakı sol ayağında nalı yoxdur. Bəlkə onu aparım ustaya, yəni kuznes deyirlər də, hansı ki dəmir döyür. Onu aparaq. Yox, eybi yox, yoxdur, cavab verdi alverçi. Mənim qalıb yolum 1-2 saatlıq. Yəqin ki, heç nə olmaz ata. Mən tələsirəm. Biraz da getdi o davamlı, amma gördü ki, artıq at başladı, sanki yaxşı yerimirdi, axsıyırdı. Biraz da axsadı, sonra başladı ayağı ilişməyə. Sonra yıxıldı və özünə ayağını sındırdı at. Alverçi də məcbur oldu atı atsın, öz yol sumkasını götürsün öz çiyinlərinə və evə demək piyada getsin. Və o evə gəldi, çatdı çox gecə yəni geç gəlib çatdı. Bütün də bəla ondaymış, səbəb ondaymış, özünə deyirdi, bu cəhənnəm olmuş mismar. Sən isə, sən deyir, yavaş-yavaş tələs. Axırda belə bir bizə işarə verdi ki, sən tələs, amma yavaş-yavaş tələs. Və sözlərimiz. Maşına bu bir belə balaca
mişokdur, kisədir pul saxlamaq üçün. Neboys yəqin ki, molvit demək, kuznitsa bu emalatxanada olan bir yerdir. Прихрамывать axsamaqdır, spotykаться ilişib yıxılmaqdır. Задание 7. Определите в прямом или переносном значении данные выделенные в тексте слова. Burada baxmalıyıq ki, bu qarayla yazılmış sözlər məcazi mənadadır, yoxsa həqiqi mənadadır. Nabil себе полную... burada məcazi mənadadır, yəni doldurdu. Nabit məcazi mənadadır, burada doldurmaq mənasındadır əslində, amma söz özü məcazi mənadadır. Попасть домой. Попасть домой evə düşmək olmur, evə gəlib çatmaq mənasında. Bu da məcazi mənadadır. Который мне остается проехать. Məsəl üçün, getməyə qalıb. Getməyə qalmır axı, bu da məcazi mənadadır. Входит в комнату. Bax, bu həqiqi mənadadır. İnsan otağa girə bilir. Bu həqiqi mənadadır. Отвезти мне его кузница. Götürüb aparmaq. Onu da əslində götürüb apara bilərdi, tutub apara bilərdi. Düzdür, əlində apara bilməz. O mənada məcazi olur. Amma belə ümumiyyətcə götürüb apara bilir. Сломал, sındırdı. Həqiqətən də o ayağını sındırmışdı. Həqiqi mənadadır. Бросить, atmaq. Biz götürüb atmırıq. Sadəcə qoyub çıxıb gedib. Ona görə bu da məcazi mənadadır. Употребите существительные в скобках в нужной форме. Burada isimləri, mötərizdəki olan isimləri düzgün formada istifadə etməliyik. Этот компьютер стоит 400 манатов. Ребята собираются встретиться на бульваре к 7 часам вечера. Поезд доехал до Гянджи за 6 часов и 15 минут. В этом году моему брату исполняется 12 лет, а мне 16 лет. Маркет на соседней улице работает с 9 часов до 19 часов. Летом мы отдыхали на даче 2 месяца. Sadəcə A. От метро до школы я дохожу за 15 минут. Мой друг поехал отдохнуть в Шики на 2 недели. Demək, çox vaxtı 4-dən yuxarı olanda kişi cinslərinə biz ov artırırıq. Gördünüz, manatov dedik, çisov. 1, 2, 3, 4-də isə A artırırıq. Sonra 15-də misal üçün burada 15 minut qadın cinslərdə ümumiyyətcə sonra son hərf düşür. Bu hamısı hallanmadır, isimlərin hallanmasıdır. Разыграйте данный в тексте диалог по ролям. Deyir, mətndəki dialogu rolla oynayın. Bunu siz özünüz eləyirsiniz. Задание 10. Допишите по 5-7 прилагательных, обозначающих цвет, вкус, температуру, качество характера. Burada demək biz 5-7 dənə sifət doldurmalıyıq bu cədvəldə. Mən hərəsindən 1, 2, 3 dənə deyəcəm. Digərlərini də siz əlavə edin və mütləq bizim videomuzun kommentariya bölməsində yazın. Цвет, rəng. Серый var, красный, голубой, желтый. Вкус, sladkий, şirin var. Горький, acı. Sonra Острый, acı deyə bilərsiniz. Misal üçün. Temperatura, теплый, isti, холодный, жаркий deyə bilərsiniz. Качество характера, insanın xarakterisi. Щедрый var. Добрый deyə bilərsiniz. Ласковый, потом воспитанный və s. Bunu da əlavə edə bilərsiniz. Измените предложение по образцу. Образец. Люди, регулярно занимающиеся спортом, редко болеют. Люди, которые регулярно занимаются спортом, редко болеют. Yenə də burada feili sifəti dəyişdiririk, adi feili eləyirik. Семья, собравшаяся за столом, отмечала праздник весны. Семья, которая собралась за столом, отмечала праздник весны. Специалист, окончивший Бакинский университет, работал в родном селе. Специалист, который окончил Бакинский университет, работал в родном селе. На выставке можно было увидеть картины, раньше находившиеся в частных коллекциях. На выставке можно было увидеть картины, которые раньше находились в частных коллекциях. Человек, умеющий правильно распределять свое время, никогда не опаздывает. Человек, который умеет правильно распределять свое время, никогда не опаздывает. Журналист, написавший статью об экологических проблемах, работает в популярном молодежном журнале. Журналист, который написал статью об экологических проблемах, работает в популярном молодежном журнале. Композитор, сочинивший музыку к фильму, был приглашен на премьеру этого фильма. Композитор, который сочинил музыку к фильму, был приглашен на премьеру этого фильма.
И это интересно знать. Ганс Христиан Андерсен являлся владельцем автографа Александра Сергеевича Пушкина. Он бережно хранил подписанную поэтом элегию 1816 года до конца жизни. Сейчас она находится в коллекции Датской королевской библиотеки. Каждый год 2 апреля, в день рождения Ганса Христиана Андерсена, во всем мире празднуется Международный день детской книги. С 1956 года присуждается золотая медаль Ганса Христиана Андерсена, высшая международная награда в современной литературе. Этой медалью награждается писатель, а с 1966 года художники за вклад в детскую литературу. Памятник Андерсену поставили еще при его жизни. В Копенгагене на площади, названной в его честь, стоит памятник, сказочник сидит с книгой в руке. В окончательный сборник сказок братьев Гримм вошло 210 сказок и легенд. Сказки братьев Гримм переведены на 160 языков. Hans Christian Andersen deyir, Aleksandr Sergeyeviç Pushkin'in avtografının sahibiydi. O onu çox gözəl saxlamışdı. Hansını ki 1816-cı ildə elegiyada o demək imzalamışdı öz həyatının sonuna qədər. İndi o demək Kral Dat kitabxanasında yerləşir. Bu kolleksiyadadır. O hər il 2 aprel Hans Christian Andersen ad günüsündə bütün dünyada beynəlxalq uşaq kitablar günü qeyd olunur. 1956-cı ildən demək qızıl medal verilir. Hans Christian Andersen adı ilə ən böyük beynəlxalq bu demək hədiyyə yox, nagраждение mükafatdır. İndiki müasir ədəbiyyatda bu medal yazıçılara verilirdi. 1966-cı ildə isə rəssamlara da verirlər, hansılar ki demək uşaq ədəbiyyatına öz töhfəsini verib. Andersen'ın demək heykəlini o həyatda olarkən qoymuşdular Kopengagendə meydanda, hansı ki onun şərəfinə adlandırıblar. Onun demək heykəli dayanıb, nağılçı oturub və onun əlində kitab var. Və axırıncı demək kitablar, nağıl kitablarına demək Grimm qardaşları 210 dənə nağıl girmişdi və əfsanə. Demək onların nağılları Grimm mən burada səhv danışıram artıq. Grimm qardaşları. Çünki Azərbaycan dilindən rus dili tərsinədir. Biraz ona görə bəzən adam çaşır. Demək, Grimm qardaşlarının nağılları 160 dənə dilə tərcümə olunubdur. Bəli, bu qədər. Bu dərsimiz bitdi. Gələn dəfə son 4 dərsimiz qalıb. Bu kitabdan bitirik. Axırı inşallah ki bitirəcəyik. Bu qədər. Nəsə suallarınız olsa mütləq yazıb soruşun. Sizə uğurlar. Gələn dərs görüşərik. До свидания. Увидимся на следующем уроке. Всем хорошего дня. Всем удачи.